Əgər insanın mənfi duyğuları ilə mübarizədə, insanın mənfi duyğuları ilə savaşında, insanın savaşmaq və qaçmaq strategiyasından istifadə eləməsi yüksək həddə olarsa, həddi aşmış olarsa, o zaman insan 3 mənfi nəticə ilə qarşılaşmış olar. O 3 mənfi nəticə hansılardır? Birincisi, insanın enerjisi və zamanı tükənir. Təbii ki, bizim həyatımızda müəyyən bir yaşam müddətimiz var. Yəni, vaxt bizim üçün məhdud. Yəni, hüdudsuz olaraq biz bu dünya həyatında yaşamayacaq. Müəyyən hər kəsə verilmiş bir ömür var və həmin ömrü yaşamalıdır. Yəni, nəyə necə sərf etməsi artıq insanın özündən asılıdır, öz seçimlərindən və qərarlar. Və biz əgər aşırı dərəcədə belə bir savaşın, belə bir qaçınma metodunun, üslubunun daxilində fəaliyyət göstərsək, bizim zamanımız boş-boşuna tükənəcək və nəticədə də müsbət bir təsir ala bilməyəcək. Və yaxud da bizim enerjimiz məhduddur. İnsanın çalışmaq, fəaliyyət göstərməsi üçün müəyyən miqdar enerjisi var. Tez-tez o enerji bitir, tükənir, insan yorğunluq hiss edir və bunun üçün o enerji təzədən bərpa olunmalıdır. Ona görə də insanın belə bir tərzdə daim savaşmaq və qaçmaq üslubunda olması məqsədə uyğun olmadığı təqdirdə, məntiqli olmadığı təqdirdə insanın enerjisinin tükənməsinə və bitməsinə gətirib çıxarır. İkincisi, insanda çarəsizlik və yetərsizlik hissi yaradır. Yəni, insan daim mənfi duyğuları ilə mübarizə aparır, amma bayaq dediyimiz kimi də mənfi duyğular da heç zaman aradan getmir. Bir müddətinə aradan getsə də təzədən ortaya çıxır. Hər dəfə ortaya çıxanda insan ona mübarizə aparmalıdır və aradan getdiyini sanır, düşünür, yenə təzədən həmin mənfi duyğular ortaya çıxır. Yəni, nə qədər ki yaşayırıq, biz qorxmalıyıq da, kədərlənməliyik də, qəmlənməliyik də, hüzünlənməliyik də. Bunlar həyatımızın müxtəlif dönəmlərində tez-tez qarşımıza çıxır. Bəzən daha yüksək bir formada, bəzən nisbətən az bir formada insan bu mənfi hisslərlə, duyğularla, emosiyalarla qarşılaşır. Belə olan halda insan hər dəfə mübarizə aparıb o duyğunun aradan getmədiyini görəndə insanda çarəsizlik hissi yaranmağa başlayır. İnsanda yetərsizlik hissi yaranmağa başlayır. İnsanda bəzən tükənmişlik hissi yaranmağa başlayır. Və beləcə üçüncü mənfi nəticəsi bu olur bizim mənfi duyğularla savaşmağımızın və yaxud da mübarizə aparmağımızın ki, həyat keyfiyyətimizi azaldır. Yəni, özümüzü daim bir müharibənin içərisində hiss edirik. İnsan nə qədər döyüşər, nə qədər mübarizə aparar, nə qədər bir şeyin aradan getməsi üçün çalışar, amma onu heç vaxt aradan apara bilməz.